Görünür, səs də eşidilir. Bir dənə zəmi-tomsa deyin. Müəllimə. Hə, vsyo. Bəli, bəli. Həm ekran görünür, həm də səs eşidilir. Allah şükür. Deməli, müəllimlər, kurikulum haqqında ümumi məlumat əldə elədik. Əslində o kurikulum haqqında ümumi məlumatla bağlı hər birimizin geniş məlumatı var. Yəni nədir, əsas prinsipi nədir, niyə istifadə edirik? Əsas məsələ budur ki, bax bu kurikulumun, istifadə etdiyimiz bu kurikulumun nə kimi prinsipləri var? Yəni xarakteri xüsusiyyəti nədən ibarətdir? Bu dərsdə, bu slaydda biz onu öyrənəcəyik. Bildiyimiz kimi, istifadə elədiyimiz proqram dünyanın bir çox inkişaf etmiş ölkələrində istifadə olunur və bayaq da xüsusi olaraq vurğuladım ilk başlanğıc dərsdə ki, hansı ki kurikulumu uğurlu öyrənməyin ən vacib şərti nədir? Onun prinsiplərini öyrənmək. Çünki bu prinsipləri öyrəndikdə onun bir növ elə bir xasiyyətini bilirik. Necə ki, bayaq dediyim kimi, bir insanla tam olaraq yol yoldaş olmaq, tam xarakteri xüsusiyyətini bilmək istəyiriksə, birinci onun xarakterini bilməliyik. Yəni tam əminliklə deyirəm ki, prinsipləri başa düşəndə digər hissələrdə, yəni məntiqi cəhətdən yanaşmada heç bir problemimiz olmayacaq. Gəlin görək kurikulumun hansı prinsipləri var. Kurikulumun bir çox prinsipi var, hansı ki 6 prinsipə əsas deyirik. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, tələb yönümlülük, nəticə yönümlülük, inteqrativlik və qiymətləndirmə. Gəlin hər birini qısaca olaraq təhlil edək. Şəxsiyyət yönümlülük dedikdə, təbii ki, burada biz bir şəxsiyyət yetişdiririk, yəni hər tərəfli bir şəxsiyyət yetişdiririk və ümumi milli bəşəri dəyərlərimiz qorunmaq şərti ilə şəxsiyyəti düzgün istiqamətləndiриrik, yönləndiririk. Yəni necə? Əvvəlcə ona idrakını, məsələn, hər hansı bir mövzuda, tutaq ki, ədəbiyyat müəllimidir, şəxsiyyət yönümlülük prinsipinə necə əməl eləyər? Təbii ki, müəllimin təhsil alanında formalaşdıracağı ən vacib bacarıqlardan biri onun koqnitiv inkişafını, yəni idraki inkişafını yüksək tutmaqdır. Şəxsiyyət yönümlülükdə də belədir. Şagirdimin idrakını, ünsiyyətini və psixomotor fəaliyyətini vəhdət şəkildə nə edirəm? İnkişaf etdirirəm. Təbii ki, yenə öz milli bəşəri dəyərlərimiz qorumaq şərtilə. Əminəm ki, bu cümlə biraz qarışıq gəldi və tam olaraq anlamadıq. İndi gəlin bunu açıqlayaq. Burada nə demək istəyirəm? Tutaq ki, mən kimya müəllimiyəm, yaxud da ki, olsun coğrafiya müəllimiyəm. Mən bir dərsi keçərkən şəxsiyyət yönümlülük prinsipinə necə əməl edirəm? Bax, bu aspektdən düşünək. Getdim dərsi keçdim, gəldim, heç uşaqlardan heç soruşmadım da, dedim, mən nə edirəm? Heç qulaq asın, heç suallara cavab verirsiniz, verin, heç vermisiniz, verməyin. Mən öz borcumu yerinə getirdim, dərsimi keçdim, gəldim. Təbii ki, burada şəxsiyyət yönümlülük prinsipi pozulacaq. Müəllim olaraq mən nə etməliyəm? Təhsil alanam, mövzunu keçdim. Tutaq ki, keçdiyim mövzuda olan əsas hissələrin o idrakını onlara ən azından müəyyən bir hissəsini çatdırdım. Sonra sual verdim. Ay uşaqlar, mən bayaq nə keçdim? Nəyi öyrəndik? Tutaq ki, bir mövzunu düşünək, sadə bir mövzunu. Onun əsasında təhlil də eləyə bilərik. Yaxud da ki, ədəbiyyat müəlliminin şeirlə də desək daha qəşəng olar. Məsələn, Azərbaycan, Səməd Vurğunun Azərbaycan şeirini keçmişəm ədəbiyyat dərsində. Qəşəng, şeirin idraki hissəsi uşaqlara çatdırıldı. Uşaq onu öyrəndi, gəldi ünsiyyət hissəsi. Ünsiyyət hissədə, ünsiyyət kimləsə olmalıdır? Deməli, burada şərh etmə var, emosional yanaşma var. Burada müəllim nə edir? Şagirdə istəyir ki, o şeiri ona danışsın. O danışdığı zaman o jest, mimikadan falan istifadə eləyirsə, bu isə psixomotor fəaliyyətdir. Əziz dəyərli müəllimlər, şəxsiyyət yönümlülük prinsipinə hər kəs öz fənninə uyğun şəkildə istifadə eləyəcək. Bəzən ola bilər ki, idraki və ünsiyyət hissə daha çox bizə yaxındır. Psixomotor hissə isə məsələn texnologiya müəllimi olsun, təsvir incəsənət müəllimi olsun, hərəki fiziki tərbiyə müəllimi olsun, fiziki bacarıq, fiziki psixomotor fəaliyyət əsasında olan dərslərdə isə şəxsiyyət yönümlülük prinsipinə bu cür riayət edir. Məsələn, fiziki tərbiyə müəllimi normativlər verib, istəyir ki, uşaq o normativləri nə etsin?
ona çatdırsın. Onu o verdiyini uşaqdan ala bilibsə, deməli düzgün şəxsiyyət yetişdirir. Çünki həmişə mən bir cümlə qeyd edirəm. Şəxsiyyət dedikdə yalnız görünüşü olan biri nəzərdə tutulmur da. Deyirlər, necə də şəxsiyyətli biridir. Yəni danışığını bilir, davranışını bilir, oxuduğundan nəticə çıxarıb qarşı tərəfə fikir çatdıra bilir. Bunlar hamısı şəxsiyyət yönlü prinsipinə nümunədir. Təəssüf olsun ki, bu prinsipin mahiyyətini bəzən biz müəllimlər belə düzgün anlamırıq. Məsələn, nə üçün anlamırıq? Hə, şəxsiyyət yetişdirirəm də, şəxsiyyət yetişdirirəm. Belə deyirik. Adətən sual verirəm, 90% müəllimlər deyir, hə, mənim şəxsiyyət yetişdirir. Müəllimlər, indi bugün biz başa düşdük ki, şəxsiyyəti necə yetişdiririk? İdraki, ünsiyyət və psixomotor bacarıq. Və bəzən də deyilə başa düşülür ki, bu üçün mütləq eyni anda bunları tətbiq. Xeyr, müəllimlər, prosta orada ümumilikdə bildirir ki, yəni idrakını geliştirdinsə, inkişaf etdirdinsə, öyrətdinsə, ünsiyyətini sənə qaytarmalıdır. Məsələn, mən təqdimat vermişəm Azərbaycan Respublikasının indi müstəqilliyi uğrunda çalışan, tutaq ki, hər hansı bir tarix müəllimiyəm. Məsələn, Mübariz İbrahimov haqqında bir təqdimat. Təbii ki, uşaq orada onun idraki hissəsi var. Mübariz İbrahimov kimdir, məlumatı var. Orada təqdim eləyəcək, mənə danışacaqsa, deməli, mən çox qəşəng şəxsiyyət yönlü prinsipinə riayət etmişəm. Ona görə deyirik ki, proqramın mahiyyəti ondan ibarətdir ki, hər tərəfli insan yetişdir. Şəxsiyyət yönlü prinsipinin mahiyyəti bundan ibarət. Testdə də elə bu istiqamətdə düşür. Şagird yönümlü prinsipi isə təhsil alanların maraq və tələbatının ödənilməsi, potensial imkanlarının inkişafına xidmət etməsidir. İndi gəlin bunu doğru dillə anlayaq. Bu şəkildə də gördüyünüz kimi müəllim monitorda nəsə göstərir, qruplara ayrılıb, uşaqlar çox maraqla baxırlar. İndi bir də düşünün ki, müəllim durubdur. Əlində də bir dənə çubuq. Uşaqlar da elə bir Alman psixologiyasında Nemeski üsulundan durublar, əllərini belə tərpətmirlər keçmişdəki kimi. Ancaq və ancaq müəllimə baxırlar. Hünərləri nədir ki, başqa yerə baxsınlar. Bu müəllim yönümlü modeldə idi. İndi nədir? İndi deyir ki, uşaqlar sərbəst olsun, uşaqlar təhsil alanın marağı əsasdır. Yəni onlar bunu istəyirlər. Bilirsən, sən də buna uyğun şəkildə dərsini qur. Bir də əziz müəllimlər, bəzən əvvəllər lazımsız yönümlü informasiyalar çox öyrədirik, uşaqların yaşı falan nəzərə alınmırdı. Amma indi deyir ki, onların yaşına uyğunluğu qoru, potensial inkişaflarını qoru. İkinci sinif isə ikinci sinifə uyğun şəkildə işlərini qur. Yəni onlardan çox belə daha gözləmə. Necə düşür? Məsələn, müasir dövrdə müəllim yönümlü model yoxdur. Situasiyalar necə düşür? Mən ümumiyyətcə belə imtahana düşmür. Məsələn, şagird yönümlülüyü tap, nə bilim şəxsiyyət yönümlülüyü tap. Bunu sizə deyim bərbaşdan. Yəni biz dediyimiz kimi heç nə düşmür artıq. Sadəcə olaraq biz bunların mahiyyətini başa düşürük. Kurikulumun ümumi ilk dərsimizdə prinsipini başa düşürük ki, bunun xassiyyəti budur, bunun xassiyyəti budur. Verilən situasiyadan özün başa düşürsən ki, nə etməlisən. Anladınızmı? Əvvəlki kimi prinsipi tap, nə bilim nə etmə, belə tipli testlər yoxdur imtahanda. Yəni o əvvəllər idi. İndi situasiyanın tərkibindən, vəziyyətdən, situasiyadan çıxmaq üçün biz nə etməliyik? Bunun xarakter xüsusiyyətini bilməliyik. Məsələn, situasiya verir, orada uşağın marağı, tələbatı, potensial inkişafı pozulubdur. Sən bilirsən ki, bu düzgün şey deyil də. Bu müəllimin atacağı addım şagirdə yönəlik olmalıdır. Yəni o cavabda da sən ona uyğun cavabı tapsan. Yəni ta demir də şagird yönümlülükdür, nə bilim nədir. Belə şeylər olmur. Ona görə də ən yaxşı şəkildə başa düşməliyik ki, bu kurikulumun bu şagird yönümlülük prinsipini. Bax, o verilən situasiyalarda da bizdə çıxış yolu yaransın. Məsələn, yenə deyirəm, tutaq ki, müəllim şagirdlərin, məsələn, belə dəfələrlə sual düşüb, müəllim şagirdlərin marağını, istəyini nəzərə almır, dərsi öz istədiyi üsulla, yaxud da ki, təhsil forma ilə həyata keçir. Təbii ki, bu da şagird yönümlülük pozulacaq. Yaxud da ki, dediyim kimi, potensial inkişaflarına uyğun şəkildə dərs qurulmur. Demək olaraq kurikulumun ən vacib prinsipi, 2 dənə prinsipi varsa, onlardan biri şagird yönümlülükdür, bir də nəticə yönümlülükdür. Müəllimlər, bu bütün tədris fəaliyyətimizdə istəyirsən psixoloji nəzəriyyəni keç, istəyirsən pedaqojini keç. Hər zaman bu iki prinsip bizim əsas ön planımızdadır. Niyə?
Çünki nəticə yönümlülükdə deyir ki, təlim nailiyyətini əvəzlə kurikulumda xüsusiyyəti budur elə. Ən belə vacib xassiyyəti odur ki, deyir a balam, a müəllim, a dəyərli pedaqoq, işini əvvəlcədən qur. O keçmişdə idi. Başıma nəsə düşdü. İndi görüm bu daşın altdan necə çıxacam. İndi deyir ki, A planı ilə yanaşı B planı ol. Gündəlik planlaşdırmanı əvvəlcədən qur, illik planlaşdırmanı əvvəlcədən qur. Yəni dərsə girməmişdən öncə hazırlıqlı ol, produktiv ol, daha cəld ol, daha çevik ol. A planı ilə yanaşı B planın olsun. Məsələn, bunu bir planlama kimi bu prinsipi nəzərdə tuturuq. Təlim nailiyyətini əvvəlcə müəyyənləşdir. Tutaq ki, girdim sinifə, nə keçəcəyimi bilirəm və nə keçəcəyimlə yanaşı uşaqlara təlim nəticəsini elan edirəm ki, indiki uşaqlar səbirsizdirlər. Onlar istəyirlər ki, görüm, tutaq ki, Aytaç müəllim çayları keçəndə bu çay onun nəyinə lazımdır, bu çayda nə öyrənəcək, bu çay gündəlik həyatında necə tətbiq edəcək. Bunların hamısını indiki uşaqlar istəyir. Bu da kurikulumun ən vacib prinsip olan nəticə yönümlü prinsipinin mahiyyətidir. Yəni kurikulum deyir ki, mənim ən vacib xəssiyyətim budur. Yəni bunu bil, buna uyğun işini qur. Əvvəlcədən planlamanı düzgün həyata keçir və bunu düzgün biz Vygotsky'ni keçəndə öyrənəcəyik. Düzgün scaffolding nəticəmizdir. Yəni biz müvəqqəti körpü rolunu oynayırıq. Yəni uşaqlara istiqamət verən tərəbi əvvəlki kimi deyilik. Əvvəllər birbaşa bilik verdik. İndi fasilitatoruq. Uşaqlara sadəcə olaraq istiqamət veririk. Onlar özləri daha da deməli bacarıq yönümlü sahədə inkişaf etsinlər. Yəni bilik yönümlü yox, bacarıq yönümlü. Tələb yönümlülük də bunun ən vacib prinsiplərindən biridir. Yəni deyir ki, bax mən dövrün tələbinə uyğunluq. Yəni bax bir uşağın kurikulumun ən vacib prinsiplərindən biri nədir? Bir fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və maraqlarının nəzərə alınmasıdır. Yəni əziz müəllimlər, sən bilsən ki, bax görürsüz burada şəkilə baxın, müəllim oturub kompüter uşaqlar necə sevir. Məsələn, indi süni intellektlər var, bir çox web alətlər var, hansı ki, onlardan istifadə eləyib dərsləri quranda o qədər maraqlı. İnanın ki, həqiqətən o uşaqların, o ən belə pis oxuyan uşaqlar var, müəllimlər. Onlar da cəlb olunurlar dərsə. Biz məsələn dərslərdə tez-tez istifadə edirik süni intellektdən falan. Uşaqlar o qədər və yaxud da ki, başqa hansısa bir yarış proqramlarından, xəritə proqramları var. Ən belə pis oxuyan uşaqlar da istəyir ki, baxsınlar. Bir şeyi 50 dəfə deyirik, çəkirik, nə bilim, uşaqların maraqlı dərsə çəkirik videolarını falan. Uşaqlar o zaman sakitcə. Niyə? Çünki dövrün tələbi budur. Uşaq onu istəyir. Kurikulumda deyir ki, sən də onu bilsən, əziz müəllim, bax onu qəşəng tətbiq elə. Yəni dövrün tələbinə uyğunluq prinsipi bu deməkdir. Bunu biz əvvəllər Malik kənarında çox geniş şəkildə izah edirdik, uzun-uzadı cümlələrlə. Orada Heydər Əliyevdən bizə misal göstərdi. Heydər Əliyev deyir ki, mən istəyirəm ki, hər sahədə dəyişiklik yüksəkdir və təhsildə də biz geri qalmayaq. Nə olur, hansı ölkədə nə var, bizdə də olsun. Tələb yönlü prinsipinə riayət etmək budur. Məsələn, situasiya verə bilər, görəcəksiniz ki, orada dövrə uyğunsuzluq pozub, deməli, sən müəllim kimi tələb yönlü prinsipini düzgün əməl etməmisən. İnteqrasiya isə gündəlik həyatımızın hər zaman tərkib hissəsidir, əziz müəllimlər. Kurikulumda deyir ki, bax mənim bu prinsipim çox vacibdir. Deyir, hər şeydə əlaqəni, yəni istər fənlə olsun, istər həyatla olsun, istər təhsilin məzmun komponentləri ilə əlaqəli olsun, hər zaman əlaqəni qur. İnteqrativlik prinsipinin mahiyyəti bundan ibarətdir ki, yəni əlaqənin düzgün qurulması. Yəni nə deməkdir? Təhsildə, məsələn, mövzunun keçdiyi mövzu ilə deyir ki, məsələn, əvvəlki kimi eləmədən, tutaq ki, coğrafiyanın keçin tarixdən əlaqəlidirmi? Tez onları bir-birindən əlaqələndir. Sonra, yaxud da ki, keçdiyi mövzunun sabahsı günü uşaq həyatda tətbiqini bacarsın, bilsin ki, onun inteqrasiyası düzgün olunur. Yəni bu kurikulumun ən vacib prinsiplərindən biridir ki, inteqrasiyanı qoru. Ən sonuncu prinsipimiz isə qiymətləndirmə. Təbii ki, hər bir sahədə sonda yekunda qiymətləndirmə olmalıdır. Kurikulumda deyir ki, mənim vacib prinsiplərimdən biri odur ki, qiymətləndirmə standartlarına riayət edir. Yəni təhsil alanın nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbi. Yəni uşaq sonda qiymətləndirməsini istəyir. Yəni bir də əziz müəllimlər, əvvəlki qiymətləndirmə həyatımızın hər
hər zaman tərkib hissəsində olub. Sadəcə olaraq kurikulumun bu qiymətləndirməsi digər qiymətləndirmədən fərqlənir. Artıq standartlar əsasındadır. Yəni məsələn, indiki uşaqlar lor dillə deyək. Niyə, nə üçün? Onlar artıq 2-3 aldığını bilirdilər. 2 aldın, 3 aldın. İndiki uşaqlar istəyir ki, spesifik olsun. Məsələn, meyarlar əsasında. Tutaq ki, mən 4-cü səviyyədə ən yüksəyəmsə, bilirəm ki, artıq mən deməli bütün deməli o müəllimin qoyduğu meyarlara düzgün riayət etmişəm. Amma 2 alan, 3 alan, 4 alan uşaq deyir ki, mən niyə? Bax, bunların hamısını spesifik şəkildə yeni qiymətləndirmə standartları var ki, onun əsasında kurikulumun deməli vacib prinsiplərindən biridir. Təbii ki, bu standartları qiymətləndirməni daha geniş qiymətləndirmə mövzusunda keçəcəyik. Sadəcə olaraq biz bu gün nə öyrəndik? Bir dəfə də ümumiləşdirək. Bu gün biz öyrəndik ki, bizim kurikulumumuzun 6 dənə prinsipi var. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, tələb yönümlülük, nəticə yönümlülük, inteqrativlik və qiymətləndirmə standartları. Və bunun əsasında öyrəndik ki, mən bunları tam başa düşsəm və digər o mövzulara yanaşmam tam yaxşı olacaq. Çünki ilkin kurikuluma tanışlığımdır, kurikulumun xarakteri xüsusiyyətlərini öyrənməyimdir ki, onun əsasında da digər mövzularda çıxış yaransın.